Bugünkü dərsimizin mövzusu dashboarddur. İngilis dilində tərcümədə bu idarə etmə panelidir. Ümumiyyətlə, dashboard nədir? Siz bunu ekranın sağ tərəfində yuxarısında görə bilərsiniz. Mən isə bunu sadə dillə deyim ki, dashboard bir neçə pivot cədvəlinin və dilimləyicilərin topusudur. Onların köməyi ilə, yəni əvvəlcə pivot cədvəlləri yaranır, sonra dilimləyicilər yaranır, bundan sonra dilimləyicilər pivot cədvəllərinə bağlanılır və bununla interaktiv idarə etmə paneli, yəni dashboard yaranır. Demək olar ki, işin 85-90% pivot cədvəllərinin yaratması ilə bağlıdır. Yəni elə bil ki, keçən dərslərdə keçdiyimiz pivot cədvəlini yenidən təkrarlayacağıq. Sonra isə bu qalan 10%-də dilimləyiciləri pivot cədvəllərinə bağlayacağıq və bununla dashboard yaradacağıq. Gəl görək bu necə alınır. Bizdə belə ağıllı cədvəl var. Keçən dərslərdə pivot cədvəlini yaradanda bu cədvəldən istifadə etmişik. İndi də bu cədvəldən istifadə edəcəyik. Bu cədvəli istifadə edərək biz pivot cədvəlləri alırdıq və diaqramları alırdıq. Əvvəlcə onlar bir vərəqdə idilər və buradaydılar. Sonra isə ayrı-ayrı vərəqlərə böldük. Gəl indi bu vərəqləri ləğv eləyək, bizə lazım deyil. Və başlayaq. Bu ağlı cədvəlin üzərində əvvəlcə 3 dənə pivot cədvəlləri yaradacağıq. Elə bil ki, köhnə dərsimizi təkrarlayacağıq. Birinci pivot cədvəli kateqoriyaya aid olacaq. İkinci malın adına, üçüncü isə satıcıya. Gəl yaradaq. Kursoru qoyuruq ağlı cədvəlinin içinə. Keçirik insert vstavka tabına və buradan Svodnaya tablitsa, yəni pivot cədvəlini yaradırıq. Bu bizim ağlı cədvəlimizin adıdır, satış və yeni vərəqdə yaradırıq. Okey. Yeni vərəq yaranır. Keçirdək bunu sağ tərəfə. Adını dəyişək, eləyək kateqoriya. Kateqoriya. Enter düyməsini basırıq. Burada keçirik analiz tabına, keçirik pivot cədvəlinə, onun da adını dəyişirik, eləyirik kateqoriya. Enter düyməsini basırıq. Burada da yazaq kateqoriya. İndi başa düşəcəksiniz nəyə lazımdır. İndi isə pivot cədvəlinin içinə xanaları yerləşdiririk. Bizə kateqoriya lazımdır və məbləğ lazımdır. Gətiririk kateqoriya sətirlər bölməsinə, məbləği isə значение bölməsinə. Və görürsünüz, bizdə pivot cədvəli artıq yaranıb. Gəl bunların adlarını dəyişək. Burada yazırıq kateqoriya. Burada yığırıq məbləğ.
Keçən dərsdə sizə demişdim ki, pivot cədvəllərini keçəndə burada məbləğ olduğuna görə bu cədvəl belə ad vermək olmalı. Ya qabağında boş yer buraxmalıyıq. Keçən dərsdə qabağında buraxdıq ya da arxasında. Yaz indi arxasında eləyək. Belə boş yer və məbləğ. Və belə. Artıq pivot cədvəlimiz var. Adını dəyişmişik kateqoriyaya. Xanaları yerləşdirmişik. Və indi diaqram yaradırıq. Kursoru yerləşdiririk pivot cədvəlinin içinə. Keçirik insert stavka tabına və buradan rekomenduyum diaqramma, yəni məsləhət görülən diaqramlar bölməsini seçirik və buradan xətti, yəni lineage diaqrammanı seçirik. Başqa diaqramları da seçə bilərsiniz. Mən bunu seçirəm. Və belə lineage z qruppirovkay, yəni xətti diaqram qruplaşma ilə bir yerdə. OK düyməsini basırıq. Belə bir diaqram yaranır. Biraz dartaq yuxarı, belə. İndi burada lazım olmayan məlumatı ləğv edirik. Seçdik, ləğv elədik. Bu iki lazım olmayan məlumatı ləğv eləmək üçün buradan keçirik knopki paley, yəni xanaların knopkaları və buradan script все, yəni hər şeyi yığışdır ekrandan. Yığışdırdı. Qaldı burada diaqramın adı. Adını kateqoriya verəcəyik. Qoyuruq bura, bir dəfə basırıq muşqa ilə. Burada yazırıq bərabərdir kateqoriya və enter düyməsini basırıq. Və artıq burada kateqoriya diaqramı yaranır. Sonra burada nə etmək olar? Burada ədədlərin formatını bir balaca dəyişirik. Belə və vergüldən sonra olan rəqəmləri yığışdırırıq. Və görürsünüz, burada dəyişən kimi məlumat burada da dəyişir. Və axırıncı bu pivot cədvəlində nə etmək lazımdır? Burada görürsünüz, adlar belə gəlir. Burada isə baş ayaq gəlir. Bunu necə dəyişmək olar? Seçirik diaqramı. Seçirik bu hissəni, yəni adlar olan yeri. Sağ düyməni basırıq və buradan format osi, yəni xəttin formatı əmrini seçirik. Belə bir cədvəl açılır və bu cədvəldə, bu bölmədə görürsünüz 3 dənə yaşıl xətt var, yəni parametr osi, yəni xəttin parametrləri. Burada obratni porядок kateqoriya. Əgər belə açılıbsa, belə yaxud belə, onda bunu basırsınız. Əgər belədirsə, bağlıdırsa, açırsınız. Və burada obratni porядок kateqoriya, yəni kateqoriyaların adlarını dəyişirsiniz. Yəni yerlərini dəyişirsiniz adlarını. Basırsınız quşu və görürsünüz, malların adı pivot cədvəlləri kimi dəyişir. Bununla birinci pivot cədvəlini yaradırıq. İndi keçirik ikinci pivot cədvəlinə. Bizə lazımdır malın adını yaradaq. Ya buradan təzə vərəq açırsınız və hər şeyi yenidən yaradırsınız. Yaxud bu vərəqi kopyalayırsınız, yəni sürətini çıxardırsınız. Bunu iki cür eləmək olar. Birinci variant, klaviaturada sol tərəfdə aşağıda Ctrl düyməsini basırsınız və o düyməni buraxmadan vərəqin üstündən, yəni kateqoriya vərəqin üstündən basıb sağ tərəfə dartırsınız və onun nüsxəsini alırsınız. İkinci variant, kateqoriya vərəqin üstündə durursunuz, sağ düyməni basırsınız, переместить и скопировать, yəni yerini dəyiş yaxud kopyala əmrini seçirsiniz. Buradan создать kopyu, yəni sürəti yarat və переместить конец, yəni axıra köçür, yəni burada yaransın. OK düyməsini basırsınız. Bu vərəqin kopyası yaranır, adını dəyişirik. Переименовать.
yazırıq malın adı. Malın adı. Yəni buradakı kimi eləyirik də. Və burada necədirsə, həmin cür eləyirik. Keçirik bura. Burada analiz tabına keçirik. Cədvəlin adını dəyişirik. Malın adı. Enter düyməsini basırıq. Bundan sonra burada yazırıq malın adı. Enter düyməsini basırıq. Avtomatik görürsünüz, burada da malın adı dəyişir. Və cədvəlin içində kateqoriya xanasının əvəzinə malın adı xanasını qoymalı. Dartırıq malın adını, gətiririk bura. Kateqoriyanı buradan çıxardırıq. Və artıq cədvəl hazırdır. Yəni ikinci pivot cədvəli hazırdır. Həm cədvəlin özü hazırdır, həm də ki diaqram hazırdır. Düzdür, burada indi müəyyən dəyişikliklər eləyə bilərsiniz. Tutalım ki, malın adını seçirsiniz. Bunu deyək ki, yağlı eləyə bilərsiniz. Deyək ki, burada malların adlarını seçib, bunları da yağlı eləyə bilərsiniz. Şriftini biraz böyüdə bilərsiniz. Burada şriftini dəyişə bilərsiniz. Yəni, sizə necə rahatdır, elə də eləyirsiniz. Artıq 2 dənə pivot cədvəlimiz hazırdır. Bununla bugünkü dərsimizi yekunlaşdırırıq. Gələn dərsdə biz 3-cü pivot cədvəlini yaradacağıq. Yəni satıcı pivot cədvəlini. Ondan sonra dilimləyiciləri yaradacağıq. Sonra dilimləyiciləri pivot cədvəlinə bağlayacağıq və hazır dashboard alacağıq. Bugünə bu qədər. Təşəkkürlər.